Düzü sayını bilmirəm neçə dəfədir, amma heç bir yığıncağa mən icazəsiz getmədiyim vaxt olmayıb. Çünki əvvəl gündən bildirmişəm həmişə və indi bəlkə yadımdan çıxar, bəlkə hər birinə baxsaq, bəlkə də bizim oyun gününə düşən yığıncaqlar. Ya Avrokubok oyunlarında olub, ya səfərdə olmuşuq, ya da bugün səhər məşqim də oldu, komandanın məşqi də oldu. Yəni, dünəndən bildirdim ki, bəs icazənizlə bugün iştirak eləməyim, çünki baxmayaraq çempionatda durumumuz yaxşıdır, amma biz işimizi daima ciddi alırıq ki, mən komandanın yanından oyun günü ümumiyyətcə ayrılmaq istəmirəm. Yəni, nə olur olsun, mən oyun günü çox nadir hallarda olub belə və belə biz bir-birimizi anlayaraq iştirak etməmişəm, amma üzücü səbəbə görə getsəm, mən bir o addımı atmaram və də o addımı atmaram, amma iki də ki, yəni biz hətta İcraiyyə Komitəsinə seçilincə bizim söhbətimiz olmuşdu Rövşən müəllimlə, digər həmkarlarla ki, mənim işim heç o qədər də asan deyil, mənim vaxtım bir o qədər də çox olmur ki, mən daima iştirak edim, amma çox istəyərdim ki, bütün hər bir yığıncaqda əgər oradayamsa iştirak etməyim, yəni etməyimi mən də çox istəyərdim, amma bəzi səbəblərə görə, üzülü səbəblərə görə bu addım atıb və qarşılıqlı da bir-birimizi anlayırıq.